Salam səhifəmin dəyərli izləyiciləri. Deməli biz bu gün 23 iyul 2023-cü il tarixində fizikada 4-cü qrup üzrə deməli istifadə olunan test tapşırıqlarının izahına baxırıq. Deməli birinci sualdan başlayırıq. Birinci sualda bizə deyir ki, yerin süni peyki dairəvi orbit boyunca bərabər sürətlə hərəkət edir. Bu peyk həmin sürətlə radiusu böyük olan orbit üzrə hərəkət edərsə, təcili və fırlanma tezliyi necə dəyişər? Deməli, burada bizə deyir ki, bərabər sürətlə hərəkət edir. Deməli, V bərabərdir konstant. Və biz bilirik ki, deməli, peyk orbit üzrə ağırlıq qüvvəsinin təsiri altında hərəkət edir. Və bu təcildə J sərbəstləşmə təcilidir. J bərabərdir. Biz bilirik ki, J bərabərdir. J M bölünsün R kvadratıdır. Və radiusu deməli böyük, daha böyük orbitə keçsə, onda J-si azalacaq. Deməli, təcil azalar. Digər tərəfdən biz bilirik ki, V bərabərdir 2πrn. Bizdən soruşur tezliyi. N bərabərdir V bölünsün 2πr. Burada da deməli R daha böyük olan orbit üzrə keçirsə, onda deməli tezliyi də azalacaq. Deməli B variantı olacaq. Birinci sualda cavabımız olacaq B variantı. Gəlin baxaq ikinci suala. İkinci sualda bizə deyir ki, ferromaqnit içlik sarğaca daxil edilir. Sarğacda maqnit sahəsinin enerjisi və sarğacın induktivliyi necə dəyişər? Deməli, biz bilirik ki, induktivlik L bərabərdir mu L 0. Yəni, burada mu dielektrik nüfuzluğudur və ferromaqnit içlik daxil ediriksə, mu-nu artırmış oluruq, onda induktivlik artacaq. Digər tərəfdən bilirik ki, maqnit sahəsinin enerjisi L kvadratı bölünsün 2-dir. Əgər induktivlik artırsa, onda maqnit sahəsinin enerjisi də artar. Yəni, hər ikisi artar. 2-də cavabımız olur C variantı. Baxaq üçüncü suala. Bizə deyir ki, fx-in x-dən asılılığı koordinatdan deməli, asılılıq qrafiki verilmişdir. 4 metr yolda görülən iş. Ümumiyyətcə iş sahə ilə, fiqur sahəsi ilə tapılan kəmiyyətdir. Və burada 4 metr yolda deyir. Deməli, qrafiklə X oxunun əmələ gətirdiyi fiqur sahəsi. Bu da bizdə S bərabərdir. Düzbucaqlı üçbucaqdır. 2-də 1, 8 vurulsun 4. Yəni, deməli, 32, 16 joule olacaq. 3-də cavab olacaq A variantı. Keçək növbəti suala, 4-cü suala. Harmonik rəqs edən cismin koordinatının zamandan asılılıq qrafiki verilmişdir. Qrafikin 1-2 hissəsinə uyğun müddətdə cisim necə hərəkət edər? Gəlin baxaq 1-dən 2-yə. 1-dən 2-yə görürük ki, x neyinir? Azalır. Biz də demişik ki, 4 kəmiyyət vardır ki, 4-ü 1 dəyişir, 3 kəmiyyət də 1 dəyişir. X azalır və burada görürük ki, 1-dən 2-yə keçəndə x azalır. Deməli, 4 kəmiyyət hansıdır? X, təcil, qüvvə və potensial enerji. Əgər bunlar minimumdursa, baxın, minimum olan kəmiyyətlər var, maksimum olan kəmiyyətlər var. Gəlin onları qeyd edək. Deməli, bu haldan söhbət gedir. Təbii ki, 1-2 halından söhbət gedir. Minimum, maksimum. Minimum olan kəmiyyətlər X, potensial enerji, qüvvə və təcil. Maks olan kəmiyyətlər isə sürət, deməli, impuls və kinetik enerjidir. Və burada da 1-dən 2-yə keçid edəndə dedik ki, minimum olur X, təcildə. Deməli, hərəkət olur azalan təcillə, maks olur sürət. Əgər sürət maksimum olursa, onda yeyinləşən hərəkət olacaq. Azalan təcillə yeyinləşən. 4-də cavabımız olur Y variantı. Baxaq 5-ci suala. 5-ci sualda bizə deyir ki, cəryanlı naqilin maqnit sahəsində elektrona təsir edən Lorentz qüvvəsinin istiqamətini göstərir. Birinci onu qeyd edək ki, cəryanlı naqil öz ətrafında maqnit sahəsi yaradır. Və burada da maqnit sahəsinin induksiya, yəni B-nin istiqaməti sağ əl qaydası ilə tapılır. Sağ əl elə tutulur ki, baş barmağımız Y-nin istiqaməti və 4 barmağımız bükülmüş vəziyyətdə B-nin istiqamətini göstərir. Və burada, yəni, I cəryanının buradan baxdıqda gözlə sağ tərəfi X, sol tərəfi nöqtə olur. Əgər əlimizi tuta bilmiriksə, yadda saxlama qaydası bu cürdür.
Və yuxarıda görürük ki, sahəmiz nöqtədir. Nöqtə nədir? Şəkil müstəvisindən bizə doğru. Və bu zaman, deməli, əlimizi necə tuturuq? Ovucumuzun içinə daxil olur. B, sol əl qaydası ilə 4 barmağımız V istiqamətində. Mənfi yükə əvvəlcə fikir vermirik, müsbət yük kimi düşünürük və əlimiz, deməli, lower kütləsi aşağı yönəlir. Amma mənfi yük olanda həmişə nə edirik? Onun əksini götürürük. Yəni, cavabımız olacaq yuxarı A variantı. Bəzi kitablarda var ki, mənfi yük olanda sağ əli tutaq, amma onu yəni öyrənmək məsləhətli deyil. Əsas elə sol əli öyrənirik. Yenə eyni qayda ilə 4 barmağımız V istiqamətində. Ovucumuzun içi B-ni göstərir. Baş barmağımız isə Lorenzi göstərir. Yəni bu qayda ilə öyrənirik. Sadəcə yük mənfi olanda onun əksini götürürük. Ona görə burada cavab olur A variantı. Baxaq növbəti sualımıza. Deməli, növbəti sualımızda nə deyir bizə? Gəlin baxaq. Kalçanı qapadıqda maqnitin qütbləri arasında yerləşdirilən AB naqili yerləşdirilmiş AB naqilində necə hərəkət edir? Burada nə edirik? Kalçarı qapadıqda cəryan yaranacaq. Cəryan biz bilirik ki, şərti qəbul olunub ki, müsbətdən mənfiyə doğrudur. Bilirsiniz, cəryanı yaradan yükdaşıyıcılar elektronlardır. Sadəcə bu şərti qəbul olunub intensivlik istiqamətində, cəryanın istiqaməti. Deməli, AB hissəsində cəryan istiqaməti aşağı yönəlir. Və B xətləri isə biz bilirik ki, N-dən, N qütbündən S qütbünə doğru yönəlir. İndi cəryanlı naqil arasında, yəni cəryanlı naqilin ətrafında bilirik ki, maqnit sahəsi vardır və bu maqnit sahəsində naqilə amper qüvvəsi təsir göstərir və bu amper qüvvəsi də sol əl qaydası ilə tapılır. Deməli, sol əl elə tutulur ki, baş barmağımız, birinci 4 barmağımız I istiqamətində. Burada görürük ki, AB üçün İ'miz hara yönəlir? Aşağı. AB üçün aşağı yönəlir. Onu da kalçarı qapadıqdan sonra göstəririk. Deməli, əlimiz 4 barmağımızı elə tuturuq ki, aşağı yönəlsin. Ovucumuza daxil olur B xətləri. Onda baş barmağımız yönəlir hara? Bizdən şəkil müstəvisinə doğru. Deməli, 6-da cavabımız olacaq A variantı. Bizdə burada əslində amperi soruşmur. Sadəcə deyir ki, necə hərəkət edər? Təbii ki, amper qüvvəsi hansı istiqamətdə olacaqsa, naqid o istiqamətdə hərəkət edəcək. Deməli, bizdən şəkil müstəvisinə doğru. Sol əl qaydamızla tapırıq. Nüvənin bir nukleonuna düşən rabitə enerjisi necə adlanır? Xüsusi rabitə enerjisidir. Y rabitə bölünsün A-dır. Sadəcə burada bizdən düsturu soruşur. Xüsusi rabitə enerjisi, yəni D variantı. Baxaq 8-ci suala. 8-ci sualı maraqlı sual tipidir. Hal-hazırda DİM 2023 test toplusunda var bu sual. Açıq tipli suallara salınıb. Deməli, burada görürük, qapalı dövrədə cəryan mənbəyinin qütblərindəki gərginliyin cəryan şiddətindən asılı qrafiki verilmişdir. Grafikin A nöqtəsinə uyğun xarici müqavimət, yəni R bərabərdir sualı. Gəlin əvvəlcə qrafiki yadımıza salaq. Görək ki, I 0 olduqda, yəni dövrədən cəryan keçmədikdə, belə deyək də, açar açıq olduqda, biz 2 şərt demişdik. Açar açıq olduqda, deməli, voltmetr EHG-ni ölçür. Deməli, U bərabərdir EHG-yə. Açarın açıq olduğunu hardan bildik? Yəni, 15 olanda İ'miz 0-dır, fikir verin. Yəni, cəryan keçmir. Onda U bərabərdir epsilona. Yəni, bizim epsilonumuz 15-dir. Gəlin qrafikin aşağı hissəsinə baxaq. Aşağı hissəsinə baxanda görürük ki, 10, yəni bu da bizə I qısa qapanma cəryan şiddətini göstərir. Yəni, naqilin müqaviməti 0-a bərabər olanda qısa qapanma 10-dur. Yəni, yazırıq I qısa qapanma bərabərdir 10-a. Bizdən soruşur xarici müqaviməti. Xarici müqaviməti tapmaq üçün, yəni R-i. Əvvəlcə gəlin kiçik R-i hesablayaq. I bərabərdir EHG bölünsün kiçik R-dən və U-muz nə qədərdir? A nöqtəsində U-muz 10 voltdur. Deməli, buradan kiçik yerimiz bərabərdir. EHG-miz 15 bölünsün I qısa qapanma, yəni 10. Burada qısa qapanmadır. Bu da eləyir 1,5. Deməli, R-imiz oldu 1,5. Digər tərəfdən I bərabərdir. EHG bölünsün R plus R-dən də tapırıq nəyi? Deməli, R-i. Amma biz I-ni bilmirik. Gəlin biz o biri düsturla gedək, ən rahatı, baxın, U-nun belə bir düsturu var. Yadımıza salaq. Çünki buradan tapsaq uzun gedəcək ona görə.
Bu bərabərdir EG R bölünsün R plus R. Bu düsturdan da tapa bilərik. A nöqtəsində U-muz 10-dur. 10 bərabərdir. EG-miz 15 R bölünsün R plus R-miz də 1,5. İndi tənasiblə vurub atsaq 10 R üstə gəlinsin 15 bərabərdir 15 R-ə. Buradan da alıram ki 15 bərabərdir 5 R, R də bərabərdir 3, 10. Yəni 8-də cavabımız olur Y variantı. Belə. Keçək növbəti sualımıza. 9-cu suala. Yüklənmiş cismi yüksüz elektroskopa yaxınlaşdırdıqda, baxın burada deyir yaxınlaşdırdıqda. Elektroskopun kürəsi və vərəqləri uyğun olaraq hansı yükə malik olur? Yaxınlaşdırdıqda deməli, müsbət yükü yaxınlaşdırdıqda, baxın, vərəqlər ümumiyyətcə əvvəlcə neytral vəziyyətdədir. Yəni, müsbətlərin və mənfilərin sayı bir-birinə bərabərdir. Müsbət yükü yaxınlaşdıranda vərəqlərdən mənfi yüklər yuxarı qalxacaq. Müsbət yükü yaxınlaşdırıram axı. Toxundurmuram. Bax, toxundurmaqla yaxınlaşdırmaq fərqlidir. Ya sadəcə yaxınlaşdırıram. Onda vərəqlərdən mənfilər yuxarı qalxır. Deməli, topuz olur mənfi yükünə malik. Vərəqlər isə müsbət yükə malik olur, hər ikisi də açılır. Müsbət Q yükünə. Deməli, elektroskopun kürəsi mənfi Q, vərəqləri isə müsbət Q olacaq. Yəni, 9-da cavab olacaq B variantı. Baxaq 10-cu suala. 10-cu sualda bizə deyir ki, difraksiya qəfəsinin üzərinə düşən işığın dalğa uzunluğu 500 nanometr. Alınan spektrdə maksimumların ən böyük tərtibi 4 olarsa, qəfəsin periodu. Biz bilirik ki, D sinus fi bərabərdir K lambda düsturunu. Və burada bizə deyir ki, difraksiya alınan maksimumların, yəni sinus 90 dərəcədə 1 verir və biz burada yazırıq ki, D bərabərdir K lambda. Buradan bizdən nəyi soruşur? Qəfəsin periodunu, yəni D-ni. D bərabərdir K-mız 4, lambdamız da 500 nanometr, yəni 10 üstü mənfi 9. O da eləyəcək 2000 vur 10 üstü mənfi 9. 10 üstü 3 ilə 10 üstü mənfi 9 qalır 10 üstü mənfi 6. O da eləyəcək 2 mikrometr. 2 mikrometr. 10-cu sualda cavabımız olur B variantı. Deməli, baxırıq 11-ci suala. Maddi nöqtə R radiuslu çevrə üzrə bərabər sürətlə hərəkət edir. T bərabər 4/3 T müddətində nöqtənin yer dəyişməsinin modulu. T bərabərdir 4/3 T müddətində S bərabərdir kökün altında 2R-dir. Əslində biz bunu əzbər, yəni öyrənmişik, əzbər şəkildə bilirik. Sadəcə kökün altında 2R hardan alınır? Əslində onu burada deməli göstərmək istəyirəm ki, bizim yadımızda qalsın ki, biz yəni birdən olar ki, yaddan çıxar və onda biz onu rahat tapa bilək ki, 4/3-də hardan alır. Yəni, bir dənə çevrəci götürək, çəkək və çevrənin deməli 4/3 A nöqtəsindən cisim gəlir S nöqtəsinə. Saat əqrəbi istiqamətində hərəkət edir. Biz də bilirik ki, yer dəyişmə cismin başlanğıc vəziyyəti ilə son vəziyyətini birləşdirən istiqamətlənmiş düz xətt parçasıdır və radiusu da R-dir. O zaman S modul, vektor modul, yəni ədədi qiymət bərabərdir. R kvadrat üstə gəl R kvadrat. Bu da eləyəcək kökün altında 2R. Baxın, buradan gəlir. 4/3-də və 4/1-də eyni olur. Yəni, kökün altında 2R olacaq. Baxaq 12-ci suala. Bir ciz elektrostatik sahənin qüvvə xətləri istiqamətində hərəkət edən müsbət yükün sürətinin zamandan asılılıq qrafikini hansı qrafikdə ifadə olunur? V0 başlanğıc sürəti. Deməli, zərrəciyin başlanğıc sürəti var. Qüvvə xətləri istiqamətində. Baxın, qüvvə xətlərini çəkək. Qüvvə xətləri istiqamətində müsbət yüklü zərrəcik, yəni sürət qüvvə xətləri istiqamətində yönəlir. İntensivlik xətləri istiqamətində. Biz də bilirik ki, intensivlik müsbətdən mənfiyə doğru yönəlir. Deməli, elektrik sahəsində təsir edən, yüklü zərrəciyə təsir edən kulon qüvvəsi də elə sürət istiqamətində yönəlir. Çünki müsbət mənfini cəzb edir. Və buradan görürük ki, F ilə V eyni istiqamətdə olduğuna görə hərəkət olur bərabər yeyinləşən hərəkət. Bərabər
yeyinləşən. Niyə bərabər yeyinləşən oldu? Çünki bir cins sahədir sahəmiz. Bir cins sahədə intensivlik eyni olur. A bərabərdir. QY bölünsün M-dən də intensivlik eyni olduğuna görə təcil də bərabər təcilli hərəkət olur. O zaman da biz bilirik ki, V bərabərdir. V0 üstəgəl AT düsturundan A-nın da yerinə qoyuruq QY bölünsün M. QYT bölünsün M düsturuna və buradan da görürük ki, VT ilə düz asılıdır. Yəni 12-də cavabımız olur D variantı. Keçək 13-cü sualımıza. 13-cü sualda bizə deyir ki, bərabər həcmli ideal qazın PT diaqramı verilmişdir. Diaqramın 1, 2 və 3 nöqtələrinə uyğun kütlələri arasında hansı münasibət doğrudur? Biz Mendeleyev-Klaperon tənliyindən bilirik ki, PV bərabərdir M bölünsün M RT. Və buradan görürük ki, P T ilə düz asılıdır. Deməli, həcmin sabit qiymətində və biz buradan xətti deməli, asılılıqlar keçiririk. Yəni, 1 və 3 nöqtəsindən xətti asılılıqlar keçirdəndə biz deməli, 1 və 3 eyni düz xətt üzərində olduğundan və biz buradan M-i tapsaq, M bərabərdir. PV vurulsun M bölünsün RT. V sabitdir, molyar kütlə sabitdir. R onsuz da universal qaz sabitidir. Və buradan da biz tangens alfanı hesablayanda tangens alfa P-nin T-yə nisbətidir. Deməli, buradan da görürsünüz P-nin T-yə nisbəti bizə verir nəyi? Kütləni. Amma burada digər kəmiyyətlər də var da. Və onda o zaman biz müəyyənləşdiririk ki, bucağın alfası M ilə düz asılıdır. Yəni, alfa 1 bərabərdir alfa 3-ə, o da böyükdür alfa 2-dən. Onda M1 bərabərdir M3-ə, o da böyükdür M2-dən. M1 bərabərdir M3, o da böyükdür M2. Yəni 13-də cavabım olur C variantı. Baxaq 14-cü suala. Etanın Q1-dən asıllıq deməli, qrafiki verilib və bizə deyir ki, nöqtələrə uyğun faydalı işlərin arasında hansı münasibət doğrudur? Biz bilirik ki, faydalı iş bərabərdir. A iştirik, yəni faydalı, üzr istəyirəm, faydalı iş əmsalı bərabərdir, yəni eta. A iştirikin Q1-ə nisbəti. Və buradan görürük ki, eta Q1 ilə tərs mütənasib asılıdır. Onda biz nə edirik? Baxın, bu nöqtələrdən tərs qrafiklər götürür, tərs asılı qrafiklər. Əslində, bunu başqa cür də eləmək olar. Amma mən belə eləməyi daha məsləhətli bilirəm. Çünki belə daha rahatdır. Deməli, tərs əyrilər götürdük və yadda saxlayın ki, ən üstdə olan hansıdır? 3. Ən böyükdə o olacaq. Deməli, A3 böyükdür A2-dən, o da böyükdür A1-dən. Cavab olur D variantı. İştiriklərini də unutmuruq. Belə. Sonra baxaq 15-ci suala. Kondensatorun lövhələr arasındakı gərginlik 60 volt artırdıqda onun enerjisi 16 dəfə artmışdır. Gəlin bunu yazaq. Deməli, qeyd eləyək. Kondensatorun lövhələri arasındakı gərginlik 60 volt artır. Yəni, U2 bərabərdir. U1 üstə gəlinsin 60 volt. Dəfə demir. Yəni, üstünə ona görə üstünə gəlirik. 16 dəfə artmışdır deyir. Nə? Enerji. Onda enerji 2 bərabərdir 16W1-ə. Və gərginliyin 3 qiyməti lazımdır mənə. Mən bilirəm ki, kondensatorun enerjisi CU kvadratı bölünsün 2-dir. Və buradan görürəm ki, enerji U ilə düz mütənasib asılıdır, özü də kvadratik. Onda yazıram. W2-nin W1-ə nisbəti U2-nin kvadratının U1-in kvadratına nisbəti. W2-miz nədir? 16W1 bölünsün W1 bərabərdir. U2 U1 topla 60 bölünsün U1 və kvadrat. İndi hər tərəfdən kök alıram. Olacaq 4 bərabərdir. U1 üstəgəl 60 bölünsün U1-ə. 4 U1 bərabərdir. U1 üstəgəl 60. Onda olacaq 3 U1 bərabərdir 60-a.
U1 də bərabərdir 20 volta. Yəni 15-də cavabım olacaq B variantı. Daha sonra keçək növbəti sualımıza. 16-cı sual. Maddi nöqtə düzxətli hərəkət edir və hansı hallarda yol yer dəyişmənin moduluna bərabərdir? Burada yadda saxlayın ki, əgər qrafiklər hansında deməli T oxunu kəsib keçibsə, onda yol yer dəyişmədən böyük olacaq. Çünki biz bilirik ki, yol və yer dəyişmənin deməli tapılması qaydası necədir? V-nin T-dən asılı qrafiklərində yol yer dəyişməni tapmaq üçün biz baxırıq sahəyə, yəni fiqur sahəsinə. Və yer dəyişmədə onsuz da biz mənfini nəzərə alırıq. Yəni, məsələn, birini tapmışam mənfi 15, o birini tapmışam müsbət 15. Onda biz bunları toplayana cavab edir 0. Amma yolumuz nə olacaq? 30 olacaq. Yol müsbət istiqalər cəmiyyəti olduğuna görə mənfini nəzərə almırıq. Deməli, hansı qrafiki kəsib keçibsə, orada yol yerdəşmədən böyükdür. Mənə də deyir ki, bərabərdir. Deməli, kəsib keçməyənlərə baxacam da. Yəni, 3 ilə 4-də. Və burada da hər ikisi halda fiqur sahəsinə baxırıq sadəcə. Yəni, qrafiklə zaman oxunun əmələ gətirdiyi fiqur sahəsinə. Onda cavabımız olacaq Y variantı 3 və 4. Hansı üsulla doymayan buxarı doyan buxara çevirmək olar? Deməli, doymayan buxar nədir? Öz mayesi ilə dinamik tarazlıqda olmayan buxar doymayan buxardır. Öz mayesi ilə dinamik tarazlıqda olan buxar isə doyan buxardır. Yəni, doymayan buxar odur ki, sadəcə buxar var, yadda saxlayırıq. Doyan buxar odur ki, həm su var, həm də buxar var. Belə deyək də, rulori dildə desək, doyan buxarda, yəni artıq yer yoxdur molekulların çıxması. Termodinamik tarazlıq yaranır və buxar doymuş halda olur. Deməli, doymayandan buxarı doyana keçirir. Yəni, sıxma və soyutma prosesi aparırıq. Soyuma prosesi gedir. Onda cavabımız olacaq 1-4. Deməli, 17-də 1-4 cavabımız hardadır? Y variantında. Deməli, burada cavabımız olacaq Y variantı. Sonra 18-ci sualda deməli, H bölünsün P ifadəsi ilə H bizdə bilirik ki, Y-dir. Y bölünsün P də bizə verir S-ni. Yəni, işığın sürətini. A variantı. 18-də cavab olur A. Digər tərəfdən baxaq. Deməli, keçək Euler-Venn diaqramında 19-cu sual. Euler-Venn diaqramında uyğun bəndləri müəyyən edin. Akseptor aşkar, donor aşkar. Deməli, yarımkeçili kristalda deşiklərin sayını artırır. Təbii ki, bu akseptordur. Deşiklərin sayını artırır. Bir gedəcək bura. Yarımkeçili kristalda elektronların sayı deşiklərin sayına çox olmasını təmin edir. Elektronların sayının deşiklərin sayına, onda bu elektronlar da donor. Donor verirəm deməkdir. Akseptor isə alıram deməkdir. Yəni, elektron verir. Elektron artıqlığı yaranır. 3-də deyir ki, P tip yarımkeçiricinin alınır. Əgər söhbət deşiklərdən gedirsə, onda P tip olacaq. 3 gedəcək bura. N tip yarımkeçiricinin yaranmasına səbəb olur. Elektronlardan gedirsə, onda deməli 4 də gedəcək bura. Yarımkeçirici kristalın keçiriciliyini artırır. Hər ikisi 5, 1, 3. Deməli, bir dəqiqə. 4, 2. Kristalda bir dəqiqə. Deməli, burada yerlərin ev ki, dəyişik verib də 1, 2, 3. 3 burada ortadır. Yəni, bunu qarışdırmayın. C variantı. İmtihanda həyəcandan bəlkə səhv yaza bilərsiniz. Yəni, diqqətli olun. Bu şeydə. Sonra baxırıq növbəti hissəyə. Görək, neçənci, 20-ci sualdan başlayır. Bu heç yaxşı deyil. Bu PDF-in elə ki, bu hissəsi. 2 dəqiqə. Yaxınlaşdıranda itir. Aha. Deməli, 20-ci sualda deyir ki, bizə içərisində su olan qapalı qablar 1, 2, 3 tərsinə çevirdi. Suyun qabların dibinə göstərdiyi hidrostatik təzyiq. Hidrostatik təzyiq P bərabərdir, rho J H-dır. Deməli, biz baxacaq hündürlüyə. Baxın, deyir tərsinə çevirəm. Məsələn, birinci qabı tərsinə çevirəm. İkinci qabda heç bir dəyişiklik olmayacaq. Ona görə ikinci qab dəyişməz. B variantı, D variantı getdi. Biri var 6 enli qab olan. Məsələn, onu çevirirəm. Artıq elə bir ki, bu birincidə, fikir verin, birincidə nə baş verir? Deməli,
İkinci heç dəyişməyəcək. Birincidə elə bir ki, hündürlük altdan elə bir ki, daralmış olacaq, üstdən genişlənəcək. Onda daralmış qabda elə bir artacaq da, hündürlük artacaq. Hündürlük artanda da avtomatik təzyiq artar. Onda birinci də artar olacaq. Birinci artar. Üçüncüdə isə elə bir altı genişlənmiş, çevirəndə elə bir ki, altı genişlənmiş qab olacaq. Onda onun hündürlüyü azalacaq. Elə bir ki, hündürlük azaldığına görə də təzyiq də azalacaq. Onda cavab olur 20-də D variantı. Baxaq 21-ci suala. Hansı halda nazik linzanın optik mərkəzindən keçən şüanın yolu düzgün göstərilmişdir? Optik mərkəzdən keçən şüa elə sınmadan şüanın yolu elə dümdüz gedir. Yəni sınmır, sınma baş vermir. Ona görə də cavab elə burada 2-dir. B variantı. Baxaq 22-ci suala vahid sualıdır. Hansı halda fiziki kəmiyyətlərin vahidi düzgün göstərmişdir? İnduktivlik Henry'dir. Maqnit seli Weber'dir. İnduksiya EHG-si, yəni induksiya elektrik hərəkət qüvvəsi də voltdur. 22-də cavabım olur C variantı. Baxaq 23-cü suala. Görək 23-cü sualda bizə nə deyir? 23-cü sualda deyir ki, rəqs konturunda kondensatorun yükünün zamandan asılılıq qrafiki verilmişdir. Hansı mülahizələr doğrudur? Deməli, nə görürük burada? Görürük ki, A-dan B-yə gələndə Q olur 0. Q 0 olur. Kondensatorun gərginliyidir, maksimumdur. Əgər Q 0-dırsa, kondensatorun gərginliyi maks olacaq. Deməli, A-dan B-yə gəlir. Bir düz, bir doğru. B nöqtəsində sarğacın maksimum, deməli, maqnit seli maksimum olacaq da. B nöqtəsinin. A nöqtəsində kondensatorun gərginliyi maksimumdur. Baxın, A nöqtəsi buradır. Baxıram ki, yük maksdır. Yük maksdırsa, A-dan B-yə, burada A-dan B-yə gəlmə yoxdur. Sadəcə nöqtələr istəyir bizdən. Yəni, A nöqtəsində və B nöqtəsində nə hal baş verir? Onu istəyir. Ona görə elə biz baxaq, gəlin A nöqtəsinə məsələn. A nöqtəsində görürük ki, Q maksdır. Q maksdırsa yadınızda saxlayın. Q, U və elektrik sahəsinin enerjisi də bir dəyişən kəmiyyətlərdir. Əgər Q maksdırsa, bunlar da maks olacaq. Onda bunların maks olduğu yerdə maqnit sahəsinin seli minimum olacaq. Məsələn, bir də deyir ki, A nöqtəsində kondensatorun gərginliyi maksimumdur. Bəli, Q maksimumdursa, onda gərginlik də maksimum olacaq da. Deməli, bir düzdür. A nöqtəsində kondensatorun gərginliyi 0-dır. Xeyr, B nöqtəsində 0-dır. B nöqtəsində sarğacda maqnit seli maksdır. Bəli, sarğacın maqnit seli maks olacaq. Niyə? Çünki B nöqtəsində Q 0-dır. Q-nun 0 olduğu yerlərdə, Q-nun U-nun elektrik sahəsinin enerjisinin 0 olduğu yerlərdə sarğacı xarakterizə edən maqnit seldir. Maqnit sahəsinin enerjisi də maks olur. Ona görə cavabımız olur 1-lə 3. Sonra baxaq 24-cü suala. 24-cü sual qəşəng sualdır. Bu tip suallardan imtahanda demək olar ki, çox vaxt düşür imtahana. Ona görə də bu tip suallarla diqqətli olaq. Deməli, şaqılı yuxarı atılmış cismin kinetik enerjisinin potensial enerjisindən asılılıq qrafiki verilmişdir. Cismin maksimal qalxma hündürlüyünün A nöqtəsinə uyğun hündürlüyə nisbətini tap deyir. Bərabərdir sualı. Biz bilirik ki, A nöqtəsində fikir verin. Kinetik enerjimiz 12-dir, potensial enerjimiz isə 6-dır. Deməli, bizdə tam enerji bərabərdir. Kinetik ilə potensial enerjinin cəmini A nöqtəsi üçün. O zaman 12 plus 6 bu edir 18. Deməli, tam enerjimiz bizdə 18-dir. Biz bilirik ki, tam enerji 18-dirsə, deməli, kinetikin maks qiymətində də tam enerjimiz 18. Çünki tam enerji dəyişmir axı. Kinetik potensial 0 olub, kinetik maks olanda da tam enerji maksimum, tam enerji 18-dir. Potensial 0 olub, kinetik maks olur. Potensial maks olub, kinetik minimum olan qiymət 0 olanlar da var da. Məsələn, şaqılı yuxarı atılmış cisim. Cisim şaqılı yuxarı atılanda getdikcə hündürlüyü artır. Potensial enerjimiz artır, amma kinetik enerjimiz azalır. Bir anlıq dayanma nöqtəsində kinetik olur 0, potensial olur maksimum. Onda biz tam enerji üçün yaza bilərik. mg böyük H. Və digər tərəfdən də biz buradan kinetik enerjidən kinetik enerjini düsturundan daha doğrusu kinetik enerjini tapsaq, onda olacaq tam çıxılsın potensial enerji. Deməli, tam enerjimiz nə idi bizim? Bizə böyük H-ın, deməli, kiçik H-a nisbətini istəyir. Tam enerjimiz onsuz da mg H-dır, böyük H. Çıxılsın
Potensial enerjimiz də mg kiçik h-dır. İndi bizə deyir ki, böyük h-ın kiçik h-a nisbəti. Yəni, bunun heç ehtiyac yoxdur tapmağa. Elə potensial enerjimiz də nədir? Mg kiçik h-dır da, düzdür? Buradan indi tam enerjimiz 18-dir. Deməli, 18-i böləcəyik. Baxın, görürsünüz potensial enerjimiz nədir? 6-dır. Burada potensial enerjimiz mg kiçik h yazmalıydım. Üzr istəyirəm. Deməli, mg kiçik h. Onda görürsünüz A nöqtəsində bizim potensial enerjimiz 6-dır. 6 bərabərdir mg kiçik h. Buradan kiçik h-ı tapsam, onda olacaq 6 bölünsün mg. Buradan da bizə 18-i verir. Böyük h-ı tapsam, olacaq 18 bölünsün mg. Gətirib elə ki, burada qoyanda yerinə böyük h, yəni 18 bölünsün 6-da. Mg'lər oradan ixtisar gedir, qalır 3. Deməli, burada cavabımız olur 3. Əslində, başqa yolla getmək olardı. Sadəcə iş ağla gələn bu yol oldu. Başqa cürdə getmək olar, o biraz uzun olacaq. Baxaq 25-ci suala. 25-ci sualda bizə deyir ki, kütləsi 4 kiloqram olan M1 bərabərdir 4 kiloqram. Məftildən yük asılıb. Məftili ortadan qatlayıram. Məsələn, el uzunluqlu bir məftildir. Onu ortadan qatlayanda, yəni el birimiz el uzunluqdur. Başlanğıc uzunluğumuz E0-dır. İndi ortadan qatlayanda, yəni 2-yə bölürəm də, E0 bölünsün 2. Və sahəmiz əvvəlcə S idi, ortadan qatladım, yan-yana qoydum, sahəmiz də 2 dəfə artacaq. Onda S1-imiz S idi, sahəmiz 2 dəfə artdı, oldu 2S. Və bizə deyir ki, hansı kütləli yük asmaq lazımdır ki, yəni M2 bərabərdir suala. Mütləq uzanması x-i dəyişməsin, yəni x1, x2-yə bərabər olsun. Biz bilirik ki, kx bərabərdir mg-yə. F elastiklik qüvvəsi, K delta L və yaxud fərqi yoxdur. Burada deməli K-nın yerinə YS böl L0 yaza bilərik. Düsturuna əsasən mg. Və buradan görürəm ki, M S-lə L0-dan, S-lə düz, L0-dan tərs asılıdır. Onda gəlin biz 2 al üçün yazaq. Y Young moduludur. Eyni məftildən söhbət gedir. Young modulu dəyişmir. S2-nin E0-2-yə nisbəti bərabərdir. M2J-nin M1J-yə nisbəti. 2 al üçün yazıb tərəf-tərəfə böldüm. İndi burada, daha doğrusu bu bir dəqiqə, bunu elə M1 üçün yazıb sonra bölək. Ən yaxşısı, çünki belə qarşılıqlıq düşəcək. Deməli, burada yazaq M1J, sonra Y S1 bölünsün L01 bərabərdir M2J-yə. İndi tərəf-tərəfə bölək. Deməli, M2 bölünsün M1 bərabərdir. J'lər ixtisar getdi, Y'lər də ixtisar gedir. Qalır, deməli, S2 bölünsün L02. L01 qalxdı yuxarı. Bölünsün, deməli, S1. S2-miz 2S-dir. L01-imiz L0-dır. L02-miz L0 bölünsün 2-dir. Yəni, qalxdı ki, yuxarı. S1-imiz də S-dir. Bax, bunlar ixtisar getdi, qaldı 4. Deməli, mən nə aldım? Aldım ki, M2 bölünsün M1 bərabərdir 4-ə. Və mənə də deyir ki, birincimiz 4 kiloqramdır. Onda M2 bərabər olacaq 16. Deməli, 16 kiloqram yük asmaq lazımdır ki, X-imiz dəyişməsin. Yəni, M2-miz oldu 16. Sonra baxaq, deməli, 26-cı suala. PDF burada çox pisdir, ona görə bu hissəsi biraz uzaq düşür. Deməli, F2-nin F1-ə nisbətini istəyir məndən. Mən bunu həmişə tənasüblə öyrətmişəm uşaqlara. Yəni, F2 dartır, neçə M? M1 plus M2-ni. İplə bağlıdır bu cisimlər. F1 dartır sadəcə M1-i. İndi, F2-yə uyğundur M1 plus M2. M1-im, demək, olacaq 4M. M1, M2-nin yerinə qoydum 3M1. Burada F1-ə də uyğundur. Nə? M1. İndi bunların nisbətini istəyir bizdən. F2-nin F1-ə nisbəti bərabərdir. 4M1-in M1-ə nisbəti. Cavabımız olacaq 4. Baxaq 27-ci suala.
27-ci sualda bizə deyir ki, dəyişən cəryan rəqslərinin periodunu artırdıqda dövrədə qoşulmuş elementlərin müqavimətləri ampermetrin göstəriciləri üçün uyğunluğu müəyyən edin. Dim sual, toplu sualdır bu sual. Ümumiyyətlə, çoxsu toplu sualıdır, onu deyim. Aktiv müqavimət qoşulduqda, yəni I1 bərabərdir, U bölünsün R, aktiv müqavimətli dəyişən cəryan dövrəsində perioddan asılı deyil, I. O zaman, deməli, I1, baxın, I1 budur. I1 dəyişməyəcək, sabit qalacaq. I1 sabit qalacaq. 3-ə gedəcək A variantı. Bunu təyin elədik. İkincidə fikir versək, sarğac qoşulub. Deməli, induktiv müqavimətli dövrədir. İnduktiv müqavimətdə biz bilirik ki, XL bərabərdir omega L-a. Və omeganın yerinə qoyuruq. 2 pi bölünsün, T vurulsun L. Bizə deyir ki, nə deyir? Deyir, periodu artırıram. Periodu artıranda, period XL-ə tərs asılıdır. Onda XL azalacaq. Azalaraq gedəcək XL, yəni induktiv müqavimət. 2-yə gedəcək D. Onu qeyd elədim. İndi, üçüncüdə XC bərabərdir. XC tutum müqavimətli. 1 bölünsün omega C-dir. Omeganın yerinə gətirib qoyanda 2 pi bölünsün T qalxır yuxarı. Deməli, burada 2 pi T qalxdı yuxarı. Burada C olur. Periyodu artıranda XC artır. Periyodla düz mütənasib asılıdır. Deməli, tutum müqaviməti artar. 1-ə gedəcək Y variantı. Sonra, burada nə deyir? Ampermetrin göstərişi, A2 ampermetrin göstərişi. Yəni, I2 bərabərdir. U bölünsün XC. XL, birinci XL-i qeyd edək. U bölünsün 2 pi, T qalxdı yuxarı. Deməli, I2 T ilə düz asılıdır. T-ni artırıram. I2 də artacaq. Deməli, artara gedəcək B variantı. O biri də ki, yəni, tutum müqaviməti qoşulanda I3 bərabərdir. U bölünsün XC. Yerinə qoysam, XC-nin düsturunu qoysam yerinə. T, 2 pi qalxacaq yuxarı. T ilə tərs asılıdır. T artanda I3 də azalır. Deməli, azalara da gedəcək C variantı. Onda 1-ə B, Y, 2-yə D, C, 3-ə də A variantı. Belə. 27-ci sualın da deməli, izahı bu. Baxaq əsas ətraflı yazımıza. Görək, ətraflı yazıda bizə nə deyir? 2 dəqiqə PDF-i. Aha. Soyuducunun dolabında olan -10 dərəcə Selsi temperatur 200 qram kütləli buzu temperatur 20 dərəcə Selsi olan otaqdakı qaba qoydular. Buxarlanma nəzərə alınmır. Buzun ərimə temperaturu 0 dərəcədən. Deməli, birinci 28-də bizə deyir ki, buzun dolabdan çıxarıldığı andan otaqdakı hava ilə istilik tirazlıq çatana qədər baş verən proses. Əvvəlcə buzu çölə çıxardığında nə baş verir? Buz əvvəlcə -10 dərəcə Selsi temperaturdadır. Başlayır 0 dərəcəyə gələnə qədər başlayır qızmağa. Yəni, buzun qızma prosesi gedir. Sonra 0 dərəcədən sonra artıq 0-dan bizə deyir 20-yə qədər, 20 dərəcə Selsiyə qədər. Onda buz başlayır, yəni 0 dərəcəyə qədər qızır. 0 dərəcədə müəyyən bir müddət əriyir, yəni 0 dərəcə Selsidə əriyir. 0 dərəcədən sonraki, daha sonra yəni 0-dan 20-yə qədər başlayır su qızmağa. Suyun qızma prosesi gedir. İndi, burada yəni, baş verən proses bu cürdür. 29-cu sualda buzun dolabdan çıxarıldığı andan otaqdakı hava ilə istilik tarazlığına çatana qədər alınan istilik miqdarını hesablayın. Deməli, həmin o prosesləri biz qeyd edək. Prosesin birində dedik ki, neyniyir? -10-dan 0 dərəcəyə qədər buzun qızma prosesi gedir. Onda biz bilirik ki, qızma prosesində Cm delta T düsturuna əsasən C, yəni buzun C'si, vurulsun M, kütlə, buzun kütləsi, vurulsun delta T, buzun temperaturu. Gəlin qoyaq yerinə. Deməli, C'si buzun 2 kilo, yəni 10^3. M-i 200 qramdır, 0,2 kiloqram. Deməli, T'si də 10 bərabərdir. 12, 4 vurulsun 10^3. 4 vurulsun 10^3. Bunu da yazaq 4 kilojoule. Sonra
İkinci proses Q2. İndi 0 dərəcədən başlayır ərimə prosesi. Yəni buz başlayır əriməyə 0 dərəcə Selsidə. Lambda buz vurulsun M. Lambdası, buzun lambdası 350 vurulsun 10 üstü 3 vurulsun 0,2. Bunu da 0,2'ye vuranda bu da edir 70 vur 10 üstü 3. Yəni 70 kilojoule. Çünki ikinci prosesdə, üçüncü daha doğrusu prosesdə artıq başlayır deməli suyun qızma prosesi gedir. Burada artıq S su olacaq. Su vurulsun M delta T. Deməli suyun S'si burada qeyd olunub. 4 kilo 4 vurulsun. Deməli M-i 0,2, T'si də 20. Elə kilojoule istəyir, elə promoda 13, 4 13 3 yazmadım. Deməli 4 16 olacaq 16 kilojoule. İndi bütün prosesdə o zaman Q bərabər olacaq. Q1 üstə gəlsin Q2 üstə gəlsin Q3. Yəni birincidə 4 üstə gəl 70 üstə gəl 16. Bu da eləyəcək 90 kilojoule. Bütün prosesdə deməli 90 kilojoule istilik miqdarına bərabərdir, yəni Q-sü. Aha. Sonra baxaq 30-cu suala. 30-cu sualda deyir ki, baş verən proseslər üçün müvafiq düsturlar yazmaqla temperaturun alınan istilik miqdarının asılılıq diaqramı. Burada düsturları onsuz da yazdıq 29-cu sualda. Sadəcə burada indi qrafiki quracağıq. Birinci proses dedik ki, buzun qızma prosesidir. Qızma prosesində, yəni mənfi 10-dan 0-a qədər qızma prosesi gedir. İndi biz onu çəkirik, qeyd edirik. Yəni mənfi 10-dan 0-a qədər qızma prosesi gedir. T dərəcə C'sinin Q-dən asılılığı. Deməli, mənfi 10-dan 0-a. Sonra, indi biz dedik ki, 0 dərəcədə buz neyniyir? Başlayır əriməyə. Ərimə prosesi müəyyən bir müddət davam edir, yəni müəyyən qədər istilik miqdarı alır və başlayır ərimə prosesi getməyə. Burada müəyyən bir zaman intervalı getməlidir. Daha sonra isə 0 dərəcədən 20 dərəcə Selsiyə qədər də yenə suyun deməli qızma prosesi getməlidir. Deməli, burada olacaq 20 dərəcə Selsi. Qrafik bu şəkildə olacaq. Düsturları yazmaqla deyil, düsturları da 29-cu sualda qeyd etdik. Bu qədər. Hər kəsə uğurlar arzulayıram. Ümid edirəm ki, yararlı oldu.